Qadının öz qadın yaşam tərzi var. Onun özünə məxsus geyim tərzi var. Onun kamalı ondadır. Onun üçün əməli salih odur. Kişi üçün əməli salih başqa bir şeydir. İnsanın bu maddi aləmdən ki insan çıxdı, insanın o mələkuti tərəfi ki var, qeyri-maddi tərəfi, ruhunda o qüdrət yaranır. Bu cisimsiz də insan müşahidələr eləyir. Necə ki ilahi yuxularda cisim bir tərəfdədir, amma insanın ruhu bəzi şeyləri müşahidə edir. Diqqət edirsiniz? Allah Taala bizi o həyata dəvət edir. İlahi həyat yəni bu. Nəinki elə digərləri kimi biz də elə yeyib-içib yatmaq, fəqət namaz da qılırsan, deyirsən axirətdə öləndən sonra bizə məsələn savab verəcək. Yox, insan ilahi həyatı burada dada bilər. Həyat-ı təyyibəni burada dada bilər. Canlı şahidlər var, canlı nümunələr var. Həm keçmişdə olub, həm indiki zamanda olubdur. Təharət tabana o həyat-ı təyyibə ilə dirildilər. Allah Taala buyurur: "Mən əmilə salihan min zəkərin o unsa və huve mu'min lenuhyiyennehu hayatan təyyibə." Hər kim əməli salih iş görə min zəkərin o unsa, fərqi yoxdur, qadın olsun, kişi olsun, heç bir fərqi yoxdur. Bəzən görürsən bu şübhəni atırlar, ay nə bilim qadın İslamda belə elə güya ki hüquqları azdır falan. Amma xeyr, kamal yolunda, əsas kamal səadət yoludur. Burada qadının öz qadın yaşam tərzi var. Onun özünə məxsus geyim tərzi var. Onun kamalı ondadır. Onun üçün əməli salih odur. Kişi üçün əməli salih başqa bir şeydir. Cihad gələrsə cihaddır, amma o qadına aid deyil. Diqqət edirsiniz məsələn. Hərəsinin öz fərqlidir. Hərəsinin öz kamal yolu var. Əsas məsələ nədir? Allah məgər məhrum eləyibmi? Kişinin çatdığı o kamala qadın çatmır. Xeyr, Allah buyurur: "Mən əmilə salihan min zəkərin o unsa və huve mu'min." Həm əməli salih, qadın kişi heç bir fərqi yox. Və iman əhli. Əməli salih buyurur, təkidlə buyurur: "Lenuhyiyennehu hayatan təyyibə." Elə bu dünyadaykən həyat-ı təyyibəni ona bəxş eləyərik. Həyat-ı təyyibə nədir? Yəni həyat təyyibə odur ki, tam insan müvəhhidanə yaşayır. Şirkdən onun həyatında əsər əlamət yoxdur. Onun bütün diqqəti, bütün onun yaşam tərzi ilahi yaşam tərzidir. Allahla yaşayır. O bir an Allahdan qəflətdə deyil.